Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Rekord Arenadan sizləri salamlayırıq. AFFA U15 Liqası Xocalı zirə görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komanda gözəl oyunla yadda qalacaq və qarşılaşma start götürür. Birbaşa qapı istiqamət İmandan gəlir bu zərbə, qapıcı Hüseyin bəlkə də bu zərbəni gözləyirdi. Görüşü idarə edən hakimləri isə təqdim edirəm. Baş hakim Rəsul Babayev, ona kömək edir Samir Cabbarov və Təmin Cəlilbəyli, üzr istəyirəm. Komandaların heyətlərini isə təqdim etmək istərdim. Bizlərə qonaq komanda zirə göstərilib. Qapıda 12 Hüseyin Allahverdili, 2 Riyad Bakirov, 3 Musa Ağazadə, 4 Kapitan Tariyer Bayramov, 5 Yusif Kərimov, 14 Anar Muradlı, 19 Əli Hüseynov, 21 Məhəmməd Hüseyinli, 30 Rəmzi İbadov, 55 Sənan Nəbiyev, 66 Rüstəm Əliyev. Komandanın baş məşqçisi İlham Qurbanovdur. İndi isə Xocalı qapıda 1 nömrə Əli Quluzadə, 3 Ümid Fərdəli, 4 Kapitan İman Niftəliyev, 7 Yusif Hüseynli, 9 Aqil Abbas, 11 Muhammed Qarayev, 14 İskəndər Musazadə, 15 Ümid Süleymanov, 20 Ülvi Əliyev, 26 Hüseyin Hüseynli, 55 Yusif Əskərli. Komandanın baş məşqçisi Hacı Qasımovdur. Hörmətli tamaşaçılar, bir məlumatı sizin diqqətinizə çatdırım ki, zirənin kapitanı 6 nömrə İbrahim bugünkü görüşü zədə üzündən buraxmalı olur. Biz onu tezliklə yaşıl meydanlarda görmək istərik. İnanırıq ki, tezliklə səhhəti yaxşılaşacaq və yenidən öz sevdiyi peşənin, öz arzularının ardıca gedəcək. Gün zərbəsi ilə zirəlilər topu oyuna daxil edəcək. İbrahim Əliyevə Allahdan şəfa diləyirik. İçəriyə doğru ötürməz zirəlilər. Yox, Rüstəm kapitan topu uzaqlaşdırır. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə təşəkkürümüzü bildiririk. Əli Quluzadə, komandanın 1 nömrəli qapıcısı İman Niftəliyev standart vəziyyətdən topu oyuna daxil edəcək. İçəriyə doğru ötürmə, müdafiəçilər topu uzaqlaşdırır. Sənan ona rahat şəkildə ötürmə etməyə imkan vermirlər Nizrəlilər. Əks hücum, əla bir ötürmə 19 nömrəli futbolçudan gəlir. Əldə ötürmə qapıcı, irəli çıxır Anar. Qapıcını keçdi, qapıya zərbə və gol! Nizrəlilər hesabı açır. Görüşün 3-cü dəqiqəsində 14 nömrə Anar Muradlı topu bu cür qapıdan keçirir. Səhv etmirəmsə Əli Hüseynov məhsuldar ötürmə edir. Bu epizodda yəqin ki, vurulan bu qolun təkrarı. Bəli, 19 nömrə əla bir şəkildə ayağının çölü ilə qapçı burada irəli çıxmışdı. Anar Muradlı topu bu cür qapıdan keçirir. Yusif dərhal irəli oynuyor. Muhammed istiqamətinə yerdə qalır və hakim cəlmə zərbəsi təyin edir. Xocalı komandası cəlmə zərbəsindən topu oyuna daxil etməli. Biz hər zaman olduğu kimi cəlmə zərbələrini İman Niftəliyevin yerinə yetirdiyini görmüşük. Yəqin ki, bu dəfə də İman topu həm oyuna daxil edəcək, həm də yəqin ki, birbaşa qapıya zərbə vuracaq. Ruslan Babayev hal-hazırda ekranlardadır. Artıq uzun illərdir ki, istər AFFA uşaq liqalar olsun, istərsə də region liqası oyunlarında onu görmək mümkündür. Hakimlik karyerasında uğurlar arzu edirik. İnanırıq ki, daha da gözəl meydançalarda, daha da nüfuzlu turnirlərdə oyun idarə edər. İman içəriyə birbaşa qapıya zərbəsi topu qapının üstündən vurur. Müdafiənin dirəyidir İman Niftəliyev. Rüstəm sağ oynayın. Sənan istiqaməti 2.55 nömrənin mübarizəsi. Çox nadir hallarda belə bir epizod izləyərdik. İçəriyə doğru ötürmə qapıya. Yox, zərbə alınmır müdafiəçilər. Top uzaqlaşma mümkün olmur. Məhəmməd qapıya
zərbəsi Əli Quluzadə bu topun qarşısını kəsir. Komandanın 1 nömrəli qapıcısı Məhəmməd Hüseynli 21 nömrə zərbə indirmişdi. Daha bir cəlmə zərbəsi bu dəfə də İman Niftəliyev kapitan topun gerisindədir. Top yerə dəyərək qapıya bəli. Bir qədər də qapıcının topu tutmasına. Yusuf outdan topuna daxil etdi. Əli 2 rəqibin əhatəsini keçdi. Əli 3-cü rəqibinə keçdi. Əli topladı. Əli içəriyə daxil oldu və yerdə qaldı. Diqqətlər. Hakimlər penalti nöqtəsini göstərir. Fərdi keyfiyyətlərini işə salır. Bu epizodda məsələ İlham Qurbanov komandanın baş məşqçisi bildirir ki, zərər çəkmiş qapıya zərbə indirməlidir. Çox gözəl hərəkətlərlə yadda qalmışdır. Görək bu hücumunun bu zərbəni qolla tamamlaya biləcəkmi? Hakim qapıcıya son tapşırıqlarını verir. Qeyd edim ki, 2 əlinin mübarizəsini izləyirik. Qapıda da yananda zərbəni indirən də Əlidir. Adaşların mübarizəsi adlandırırıq. Ruslan Babayev, diqqətlər. Rəsul Babayev üzr istəyirəm, diqqətlər. Onda da qapıya zərbə və top qapıdadır. 2-0 Zirə ikinci qolu vurur. Bu qolu Əli Hüseynovun onsuz da onun adına yazılır, amma fərdi keyfiyyətləri burada göz oxşadı. Penalti zərbəsinin biz o keçidlərin təkrarını izləmək istərdik, amma bizə isə penaltinin təkrarı göstərildi. Daha bir cəlmə zərbəsi İman Niftəliyev. Görək Xocalı komandası buraxılan qollardan birinin əvəzini çıxa biləcəkmi? Bu dəfə qapıya bir qədər də yaxın məsafədən az öncəki cəlmə zərbəsi bir qədər iki bucaq altındaydı. Rəsul Babayev artıq zərbəyə icazə verir. İmandan gəlir. Qapıya zərbə qapıcı. Hüseyin topun qarşısını kəsir və əllə oyun iddiaları var. Hakim penalti nöqtəsini göstərir. Hakimin diqqətindən yaymır. İndi isə Xocalı komandası penalti vurmaq imkanı qazanır. Hakim etirazlar var, amma bu heç nəyə dəyişməyəcək. Kapitan Taryel bildirir ki, amma yox. Xocalı komandası buraxılan qollardan birinin əvəzini çıxa biləcəkmi? İman Niftəliyev. Bugün Xocalının bütün hücumları zamanı, bütün zərbələri zamanı onu görmək mümkün oldu. Rəsul Babayev az öncə Əli Quluzadəyə dediyi sözləri Hüseyin Allah verdiyə də deyir. Zərbədən əvvəl qapı xəttini tərk etmək olmaz. Az öncə Əli Hüseynov. Elə maraqlıdır ki, az öncə kapitan qaydanı pozmuşdu. İndi isə kapitan penalti vurmaq imkanı qazanıb. Hələ ki belə artıq zərbə vurmaq. Onlar İmandan. Qapıya zərbə qapıcı Hüseyin. Əla reaksiya, gözəl qurtarış edir. O penaltinin istiqamətini tapır. Təkrarı bizlərə bir daha təqdim olunur. Hüseyin Allahverdili. Baxırıq. Bu cür qurtarışla yadda qalır. Xilaskar rolunu oynuyor. İrəliyə doğru ötürmə. Hava yağışlıdır, səhər saatlarından. Bakının bəzi yerlərinə qar da yağdı. Eyni zamanda Binəqəsəbə stadionunda bunu görmək mümkün oldu. Və beləliklə, hörmətli tamaşaçılar, ilk isə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Xocalı Zirə görüşünün ikinci hissəsi başladı.
İnanırıq ki, ikinci hissə daha həyəcanlı oyunla yadda qalacaq. İlk hissədə qapılara, daha doğrusu bir qapıya 2 gol vuruldu. Zirənin 2-0 üstünlüyü davam edir. Vurulan qolları bir daha xatırlayaq. Əvvəlcə Anar Muradlı hesab açdı. Daha sonra Əli Hüseynov ikinci qolu penaltidən Xocalının qapısından keçirir. Və bir də İmanın penaltisini xatırlamaq lazım. Hüseyin zərbənin qarşısını kəsmişdi. Hörmətli tamaşaçılar, qeyd etdim, bu oyun D liqasının ikinci turuna təsadüf edir. İlk tur maraqlı nəticələrlə yadda qalır. Zirə İmişli komandasını 5 cavabsız qolla məğlub etmişdi. Ali Neft Akademiyasının stadionunda Muhammed topları rəhləyirdi. Xocalı isə səfərdə Urofumla qarşılaşdı və 1-2 hesabı ilə məğlub oldu. Növbət turda Xocalı komandası istirahət edəcək. Zirə isə qonaq qismində Urofumla qarşılaşacaq. Sənan Nəbiyev, Muhammed. Xocalı komandası topu uzaqlaşdırmağa çalışır. Yenidən top Sənanda qalır. Sənan qapıya zərbəsi, top az fərqlə qapının yanından keçir. 55 nömrəli oyuncu Sənan Nəbiyev təhlükəli zərbə ilə yadda qalır. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyundan əvvəl Gol TV-də U12 liqasının birinci turunun görüşü təqdim olundu. Rüstəmlə əla bir ötürməli istiqaməti, qapıya zərbə, qapçı adaşı yaxşı oynuyor. Out. Əli Quluzadə bu zərbənin qarşısını kəsir. Binəqəsəbə stadionunda Kapital Baku modelin görüşü sizlərə təqdim olundu. Həmin oyun qarlı hava şəraitində keçdi. Məhəmməd üzr istəyirəm, Anar Muradlı solda oynayır. Zirəlilər bu dəfə təhlükəli gəlçəliyə yox. Sənan topa toxunuş edə bilmir. Zirə 3-cü qolu vurmağa yaxın idi. İman Niftəliyev cəlmə zərbəsindən topu oyuna daxil edəcək. Hakim də artıq zərbəyə icazə verdi. Qapıya zərbə, qapıcı Hüseyin Allah verdiri. Bu topun qarşısını kəsir. Yusif. Yox. Qapıdan zərbə. Cəlmə zərbəsindən Rəmzi İbadov topu oyuna daxil edəcək. Komandanın 30 nömrəli futbolçusu qapıya zərbə, qapıcı Əli topun qarşısını kəsir. İman topu uzaqlaşdırmağa çalışır. Agil Abbas. Sən əvvəl zirədə idi. 13 liqasından. Uğrunda mübarizə aparırdı. Riyad. İrəli oynuyor. Yusif istiqamətini İman yox, top meydana tərk etmir. Yusifdən içəriyə doğru ötürmə. Müdafiəçilər topu uzaqlaşdırır. Sən Zirənin artıq qocaman oyuncusu. Rəcəb. Anar uzaqdan qapını yoxlayır. Zərbəsi qapıcı yalara yaksıya. Və İman. Burada qapıcının köməyinə çatır, topu uzaqlaşdırır. Şimdi Xocalı komandası sürətli əks-hücum qurmaq imkanı qazanıb. Fərid sağlar ələyir. Rəmzi var onun qarşısında. Out. Yusif topu oyuna daxil etdi. Daha bir out. Yenidən Zirəlilər topu oyuna daxil edəcək. Out. Artıq görüşün əsas vaxtı başa çatıb hakim.
Baş hakim Rəsul Babayev hər an final fitini səsləndirə bilər. Bəlkə də bir hücum şansı. Yox. Görüş başa çatır hörmətli. Futbol azarkeşləri Zirəni qələbə münasibəti ilə təbrik edirik. Xocalıya isə bundan sonraki oyunlarda uğurlar arzulayırıq. Və rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm Xocalıda. Bir nömrəli qapıcı Əli Quluzayda, oyunun ulduzu isə yəqin ki qapıcı Hüseyin Allah verdiyi buna görə məndən inciməz. Oyunun ulduzu isə bugünkü görüşdə bir qol və bir məhsullar ötürməklə yadda qalan Əli Hüseynovdur. Amma Hüseynin penalti qurtarışını da yaddan çıxarmaq lazım deyil. Bizə ayrılma şaht burada başa çatır. Sağ olun, gələn görüşlərədək.